Hörmətli tamaşaçılar, bu Avropadır. İndi bunların həyat tərzinə baxacağıq, müsəlmanların həyat tərzinə baxacağıq. İnşallah. Hörmətli dinləyicilər, bu da müsəlmanlardır. Bütün kainatın salamı olsun sizə, bütün yaradışların salamı olsun, Allahın salamı olsun sizə. Ay cəmaət, sizə bir dənə sualım var. Sizcə bu İslam dünyası niyə belə pis günə qalıb? Hə? Hara baxsan dağılır, uçulur. Namaz da qılsalar, qılmasalar da, Allaha yalvarsalar, yalvarmasalar da it günündə deyilmişsə, aləm qaçışıb bir-birinə. Bir ümmət olub, birləşməyə verir, hamısı parça-parça, hissə-hissə və hamı da dindən, yoldan, Allahdan, Qurandan danışır, amma heç birinin xeyri yoxdur. Sizə nəyə görə bu gündədir? Mənim əslində haradasa beynimdə belə bir araşdırması kimisi deyim ki, belə bir fikir var, təxminən, belə bir mənzərə var. Məsəl üçün, hər bir ümmətin, nə bilim, nəyinsə bir yol göstərən olur. Ən azından bir kitabı olur. Bir xəritəsi olur. Həmin o xəritə, yol göstərən Bakının yerinə Şamaxı yazında, Şamaxının yerinə Astara yazında, Astaranın yerinə Quba yazında insanlar da bunu necə gedib tapa bilərlər? Adi insanlar bunu tapa bilmir və bu işi etibar edirlər din alimləri deyilən varlıqlara, insanlara. Onlar da özləri də elə adi insanlar. Onlar da bu xəritəyə baxıb nəsə baş çıxartmaq istəyirlər və baş çıxara bilmirlər. Amma onların bir dənə səhvi olur ki, onlarda bu xəritənin originalı var. Amma o originalı xalqa təqdim etmək istəmirlər. Gözləyirlər ki, kimsə gələcək, ağatlı bir oğlan gəlib bu məsələni həll edəcək. Halbuki burada belə bir problem yoxdur. Sən bu xəritəni versən xalqın özünə, bu Rus dilində bunu puzzle deyirlər. Azərbaycanca bilmirəm nədir, amma mənası budur ki, bir dənə şəkli, tutalım ki, insan şəklini götürürlər, kvadrat formada müxtəlif hissələrə ayrılırlar və onu verirlər sənə ki, bu şəkli yığcınla. Əsasən uşaqlar üçün olur bu oyun. Bu bunun qulağıdır, bu bunun ayağıdır, bu bunun filan yeridir. Hamısını yığırsan və axırda şəkil alınır. Yəni, xəritə, yol orada görsənir. Sən bu xəritəni verirsən, cəmaət bunu yığanda, buna baxanda, bunun kopyası insanın qəlbində var. İnsan dünyaya gələndə artıq müsəlman olaraq gəlir. Bu, bunun içindədir. Və o zahirdə gördüyü ilə içindəki uyğunlaşır və nur saçmağa başlayır. Burada nə problem var ki? Verim onu insanlara da. Və nə qədər ki, Quran-ı Kərim, bunların o yol göstərən kitabı baş-ayaq formada yığılıb, bilinmir, başı harada, arxası haradır, ortası haradır.
Elə bu formunda müsəlmanlar özləri də bu gündə də yaşayacaqlar. Bu günə də qalacaqlar. Paramparça, it günündə, zülm içində. Əslində özləri yaradıblar özlərini bu zülmü. Və istəyirlər ki, bunların problemini kimsə gəlib başqası həll eləsin. Niyə? Amma sevindirici bir xəbər var ki, yəni çıxış yolu deyilən bir şey var ki, hər bir insan bunun orijinal kopyasını nazir olmuş əlaqədən başlayan sona qədər o orijinal formasını istənilən İslam Universitetində, məktəbində oxuyan tələbələrdən ala bilər. Çünki onlarda bu fakültə var, onlara bu dərsi keçirirlər. Ən azından bir dənəsinin kopyasını tapıb, onu bir neçə kopyalar eləyib, kimin evində Quran varsa və s. varsa, həmin o kitabın arasına qoyub, Quran-ı Kərim oxuyanda o səhifələr ardıcıllığa baxıb, o cür oxuya bilər ki, bunda o xəritə barədə anlayış olsun. Ən azından bunu edə bilərsiniz.